Bu videomda sizə səhifə 14-də olan 54 nömrə, 54, 55, 56 nömrəli çalışmaların həllini təqdim edəcəm. Bunların həlli vaxt aparanda, ona görə digərlərini növbəti videoda sizlərə təqdim edirəm. Nömrə 54-də baxaq. Tək bölənlərinin sayı. Birinci 96-nı sadə vuruqlara ayırmalıyıq. 96-nı sadə vuruqlara ayıranda 2 üstü 5 vurulsun, 3 üstü 1. Burada tək yerdə duranın üzərinə 1 gəlib. Bu da olur tək bölənlərinin sayı 2. İkincidə 144-ün tək bölənlərinin sayı deyəndə 144-ü sadə vuruqlara ayıranda 2 üstü 4 vurulsun 3-ün kvadratı. Burada tək olan 3-dür. 3-ün üzərində, yəni qüvvətin üzərində 1 gəlir. 3 dənə böləni var. Sonra üçüncüdə, yəni soruşulur, əgər bilmək istəsəniz ki, burada 96-da məsələn tək bölənləri hansı idi? 1 və 3-dür. 144-də tək bölənlər hansı idi? 1, 3, 9'dur. Yəni əgər sizi bu maraqlandırırsa yenə yazın 3 dənə. Sonra 180-i ayırırıq sadə vuruqlara. 2, 90, 2, 45, 3, 15, 3, 5, 5. 180-i sadə vuruqlara ayıranda 2'nin kvadratı vurulsun 3'ün kvadratı vurulsun 5 üstü 1. Burada bizdən istəyir tək sayı. Bunların üzərində tək ədəd hansılardır? Burada 3-dən 5'dir. Bunların qüvvətin üzərinə 1 gəlib. Bir-birinə vuracağıq. Bu da olacaq 3 vurulsun 2, 6 dənə. Bəs hansılardır desəniz 1, 3, 9, 5, 15. 15'e bölünürmü? 15'e bölünəndə bəli bölünür. 45. Yəni bu fikirlə tapıram. Əslində bu desəz hansı qayda ilə fikirləşib tapıram. Nələr ola bilər? Burada təklər var ya burada. Bunları bir-birinə vuraraq. Məsələn 3'ün özünü götürürəm, 5'in özünü götürürəm, 3'ün kvadratını götürürəm 9, 5'i 3'ə vururam 15, 9'u 5'ə vururam. Belədən yəni bu xüsusi nətər deyim, bu tələb olunmur onsuzda. Mən sizin üçün əlavə olaraq yazıram. Sayılarını istəyir. Sayılar budur. 6 tapdığımız. 5-cidə. 5-cidəki ədədimiz hansıdır? 5'də 4'də. 4'dəki ədəd. Mən burada 4 yazmışam. Hə. Burada səhv eləmişəm. Özümü də çaşdırdım. Bəli, bu 3-cü idi. 4-cüyə baxırıq. 4-cüdə belə yazacağıq. 4-cünü. Ekranı təmizləyib baxaq 4-cüyə. 4-cüdə uşaqlar belə olacaq. 4-cüdə 124'ü istəyir. 124'ü ayıracaq sadə vuruqlara. 62, 2, 31, 31. 1. İndi yazırıq bunu. 2'nin kvadratı vurulsun 31 üstü 1. Deməli uşaqlar burada nə edirik? Bir dənə 31'dir bunun. 1 və 31 daha doğrusu. 1, 31'in üzərində 1'dir. 2 dənə tək bölənlərinin sayı var. İndi keçək 5-ciyə. 360'dır 5-ci. 5-ci 360'dır. 360'ı ayıraq sadə vuruqlara. 180, 2'yə 90, 2'yə 45, 3'ə 15, 3'ə 5, 5. Deməli 360'ın üzərində 2 üstü 3, 3'ün kvadratı vurulsun 5'dir. Deməli 3'ün üzərindəki 2'dir. 2'nin təklərə baxırıq. Üzərinə 1 gəlir. Vururuq. 5'in üzərindəki nədir? 1'dir. 1'in də üzərinə 1 gəlir. 3'ü 2'yə vuranda neçə eləyir? 6. Yəni bunu araşdırmaq istəsəniz əgər hansılardır, bayaqki qayda ilə. Yenə deyirəm, hansıları soruşmur. Sadəcə mən əlavə olaraq sizə izah eləmək üçün yazıram. Biri 1'dir, biri 3'dür, biri 9'dur. Məsəl üçün 5'dir, 15'dir, sonra 45'dir, bu qədərdir. Keçdik növbətiyə. Növbəti 300'dür. 300'ü də bölək sadə vuruqlara. Ayıraq. 300, 3 vurulsun 100 kimi də yaza bilərik. Əslində belə bir qayda da var. Yəni sadə vuruqlara ayırmadan vuruqların tapa-tapa 3 vurulsun 100. 100 nədir? 4 vurulsun 25 kimidir. Bunda buradan belə çıxır ki, 2'nin kvadratı vurulsun 3, vurulsun 5'in kvadratı bizə verməlidir 300'ü. Hə, 300'ü verməlidir. Onda baxırıq tək yerdə duranlar. 3 üstü 1'dir, 1 üstə gəl 1, 5 üstü 2'dir, 2 üstə gəl 1. 6 dənə bunun da tək vuruqlu bölənləri var. Tək bölənləri 6 dənədir və yenə sizə maraqlıdırsa hansılardır? Hansıların olduğu maraqlıdırsa mən yenə qeyd eləyə bilərəm sizin üçün. 1, 3, 5. Sonra 3'ü 5'e vuranda 15.
3'ü 25'e vuranda 75. Neçə oldu? 5 dənə. Bəs hansı çatmadı? Deməli 3'ü 5'e 15. Biz buradan neçə dənə tapmışıq? 6 dənə. Biri çatmır. 25'in özü. Aha, 25'in özünü unutmuşuq. Neyse, bunları yenə deyirəm. Soruşmur, sadəcə sizin üçün əlavə olaraq yazdım. Növbə gəldi 55'ə. Tapşırıq 55'ə baxaq. Tapşırıq 55'də baxırıq həllərə. 55'də nömrə cüt bölənlərinin sayı. Hə, cüt bölənlərinin sayı. Bunu da sadə vuruqlara ayıraq. 15 vurulsun 10 kimi baxsaq. 10'da 2 var. 15, 5'in kvadratı vurulsun 3. Yoxlayaq. 2'ni 5'e 10. Hə, alınır. Siz özünüz də istəsəniz bayaq kimi sadə vuruqları ayırıb hesablaya bilərsiniz. Mən belə yazdım. Deməli, cüt bölənlərinin sayını istəyir. Cüt bölənlərinin sayı cüt yerdə dayanını tapırıq. Məsələn, bir də ya da belə də tapa bilərik. Natural belə bir düstur da var. Natural bölən sayı, ümumi bölən sayı bərabərdir. Tək bölənlərinin sayının cüt bölənlərinin sayına. Bölən sayına. Biz təki rahatlıqla tapırdıq bayaq. 5'lərin üzrə 2 üstə gəl 1. Elədir 3. Biri 3'ün də üstü 1'dir. 3'ü də 2'yə 6 dənə təkdir. Bəs neçə naturaldır? Hamısının üzərinə 1 gəlir. Vururuq bir-birinə. Deməli 2 vurulsun 3, vurulsun 2. 6'nı 2'yə vuranda neçə? 12 dənə. Bu 12'sindən 6'sı təkdirsə əgər, cüt nə qədər olar? Natural bölən sayılarının cəminə bərabərdir. 12'dən çıxacaq 6, cüt də 6 dənədir. Yaxşı, belə yazdıq. Bəs deyə bilərsiniz ki, cütün öz düsturu yoxdur. Cütün öz düsturu belə olacaq. Cütdə öz düsturu biz burada cüt ədədin üzərini götürməliyik. Cüt ədədin üzərində olanı 1'i vurmalıyıq. Düstur belədir. 2 üstə gəl 1. Yenə eyni bir şeyə gəlib çıxır. Yenə 6'ya gəlib çıxacaq. Düstur kimi budur. Burada biraz sizi çaşdıra bilər 150'də. Digərlərində də yazsaq, bu düsturu tətbiq eləsək. Yəni 2 üsul var, belə deyim. Birinci üsul budur. Təkləri tapırıq. Natural bölənlər sayından təki çıxırıq, cütü alırıq. İkinci isə cütün öz düsturudur. Bu cütün öz düsturun biraz sizi çaşdıra bilər deyə növbəti misallarda da baxacağıq. Baxaq növbətilərdən. Fikri qarışdıran tapşırıqlarda başa düşürəm sizi. Mən özüm də çalışıram ki, fikrimi tam bura cəlb edeyim ki, yəni səhv olmasın. Baxırıq növbəti ikinciyə. İkincidə 120'dir. 120'ni sadə vuruqlara ayırsaq, elə ayıraq. 60, 2, 32, 15, 3, 5, 5. Deməli, 120'nin sadə vuruqları 2 üstü 3 vurulsun 5'in kvadratıdır. Hə, burada cütü necə tapacağıq? 3'ü götürürük cütün üstündə. Cütü tapmaq üçün cütün üzərində olanı. Tək kimi deyil, üzərlərinə bir gəlib bir-birinə vurmuruq. Cütü götürürük üzərin. Təkin üzərində üstünə bir gəlib burada cütə vururuq. 9 dənə cüt var. Və o birlərdə necə olacaq? Bayaqki kimi yenə baxsanız 3 üstünə 1, 4'dür, 2 üstünə 1. 3'dür, 4'dür, 12'dir. 12'sindən 2'nin üzərində bir gəldi təhlərin sayıdır. 12'sindən 3 çıxanda 9 qalır. Həqiqətən də doğru tapmışıq. Bunu mən özüm üçün yoxladım. Yəni başa düşməyə çalışın. Başa düşməsəniz eybi yoxdur. Bu düsturu tətbiq eləsəz kifayət edəcək. Sonra baxırıq 180'ə. 180'i də eyni qayda ilə sadə vuruqlara ayırırıq. 2, 90, 2, 45, 3, 15, 3, 5, 5. Deməli 180, 2 üstü 2, vurulsun 3 üstü 2, vurulsun 5 üstü 1'ə. Bu 2'nin üzərindəki 2'ni götürüb vuracağıq. Bu təklərin üzərinə 1 gəlməyə. Bu da eləyəcək 2 vurulsun 3 vurulsun 2, 4'ü 3'ə vuracaq. 12 dənə cüt böləni var. Üçüncüdə. Dördüncüyə baxaq.
Dördüncüdə 144'ü tapmalıyıq. 144 səhv eləməmsə yadımda qaldı. 200 üstü 4 idi, 3'ün üstü 2 idi. Baxaq. 16'nı 9'a vuranda elə həqiqətən də alınır. Deməli burada cütün üzərində nədir? 4'dür. Təkin üzərində də 1 gəlir. Təkin üzərində olanın 4'ü isə 12 dənə cütdür. 5'də 240'dır. 240 belə deyək. 240'ı sadə vuruqlara ayıraq. 122, 62, 32, 15, 3, 5, 5, 1. Deməli burada cütlərin sayı belə tapacağıq uşaqlar. Cütün üzərində neçə olacaq? Neçə nədir cütdən? 4 dənə. Bu 4'ü vuracağıq. Təkin üzəri 3'dən bir dənədir. 1'in üstünə 1. 5'dən də bir dənədir. 1'in üstünə 1. 4'ü 2'yə, onu da 2'yə. 4'ü 4'ə 16 dənə cüt böləni var. 96 sonuncu. 96 yadımda qalmışdı. Bayaq bölənlər sayı. Onu da elə hazır yazın. 96'nın bölənləri 2 üstü 5 vurulsun 3 idi. 3 üstü 1 götürək bunu. Burada cütün üzərində 5'dir. Təkin üzərində isə 1'dir. Gəlirik 5'i vuruq 2'yə 10. Bu qədər uşaqlar. Keçdik də 56'ya. 56'ya. Baxaq, həqiqətən vaxt aparan tapşırıqları idi. Hələ mən çalışdım ki, tez-tez yazım. Çünki məndə vaxt məhdudiyyəti həmişə olur. 5 ədədi ilə qarşılıqlı sadə olan ədədləri göstərin. 5 ədədi ilə, yəni bunların içində 5'ə bölünən ədəd olmalı deyil. İstəyirsiniz, lap bu ilə üzərində qeyd edeyim. Ən rahatı bu olsun. Yəni bunların içində 5'ə bölünən ədəd olmalı deyil. 4, 7, 8 heç biri 5'ə bölünmür. Qarşılıqlı sadədir. 10 baxın bölünür. Deməli, burada tək-tək mi istəyir, yoxsa ümumiyyətlə seçin deyir. Sadə olan ədədləri. 5 ilə qarşılıqlı sadə olan ədədləri. 4, 7, 8. Heç biri qarşılıqlı, yəni, belə deyək, hamısı qarşılıqlı sadədir. Yəni, heç birinin içində 5'ə bölünən ədəd yoxdur. Amma 2'də baxın, 3 ilə 6 qarşılıqlı sadədir. 10 deyil. 3'ə baxın. 3'də hamısı qarşılıqlı sadədir. Belə qeyd edirəm hamısı olanda. 5'də də hamısı qarşılıqlı sadədir. 5'ə bölünən yoxdur. Amma 6'da 20'dən başqa, bir də 5'dən başqa. Hə. Qalanları qarşılıqlı sadə ədəddir. Ha, bu tərəfdə qalıb 4, 8, eybi yox, baxarıq. 7'də də hamısı qarşılıqlı sadədir. 4'də 15 istisnadır. 8'də isə hamısı qarşılıqlı sadədir. Nömrə 57. Baxaq. 57'də nə deyir? 57 və 98 ədədlərini eyni bir ədədə böldükdə birinci ədədin qalığı 1, ikinci ədədin qalığı 2 olur. Bölən hansı ədəd olmalıdır? Deməli, birinci qalıqları çıxaq. 57'dən 1 çıxanda 56, 98'dən 2 çıxanda. Deməli, 96 və 56'nın bölündüyü ortaq ədəd istəyir. Ədəd və ədədləri. Ona görə də əbobu tapacağıq. Ortaq axtarırıqsa bunların bölənin. 56 ilə 96'ya əbob. Siz özünüz də hesablaya bilərsiniz. Mən sadəcə burada cavabı 8 olduğunu görürəm. Yəni, sadə vurğular ona görə ayırmıram. 8'dən əlavə bu əbob 8'dir. Görürük ki, 4'ü də bölünür. Yəni, ədədlər də soruşur. 8. 16'ya bölünmür. 24 bölünmür. 4 və 8. Yəni, başqa əgər fikirləriniz varsa, yəni başqa ədədlər tapırsınızsa, şərt bölməsinə yaza bilərsiniz. Rəylərə yaza bilərsiniz. Sonra keçdik. 49 və 86 ədədlərinin eyni bir ədədə böldükdə birinci ədədin qalığı 1, ikinci ədədin. Deməli, burada biz əbob 49'dan 1 çıxırıq 48'i, 86'dan 2 çıxırıq 84'ü tapmalıyıq. Onu da burada 12 olduğu görünür. Yenə deyirəm, özünüz sadə vuruqlara ayırıb yoxlaya bilərsiniz. 12'dən əlavə bunların hər ikisinin 4 olduğunda, 4'ə bölündüyündə görmək olur. 24'ə bölünmür. 12, 16'ya yox, 4 və 12. Mənim tapdığım budur. Əlavəniz varsa rəy bölməsinə yazarsınız. Üçüncüdə bir dəqiqə bunları pozaq.
Üçüncü də 74 və 97 ədədlərini eyni bir ədədə böldükdə deyir qalığı 2, birinci ədədin qalığı 2, ikinci ədədin qalığı 1 olarsa. Onda söhbət burada 72 və 96-dan gedir. Bunların da əbubu 12 olduğu görünür. Yenə deyirəm, özünüz hesablayın. Sadə vuruqlara ayırıb. 12-dən əlavə nələrə bölünür? 6-ya bölünə bilər. Bəli. Hə. Bölən hansı ədədlərdir orada? Bölənin ala biləcəyi qiymətin cəmini. Yəni, ala biləcəyi qiymətin cəmi deyəndə qiymətlərin cəmini yəqin ki, nəzərdə tutur. Qiymət olmaz, qiymətlər olar. 6 ola bilər. 2-yə bölünürmü? 2-yə bölünəndə gəlin yoxlayıq. 2-yə bölünəndə digərində qalıq 1, bunda qalıq ki 4-dür. Yox, 4 ola bilər. 4-də birincidə 2 qalır, ikincidə 1. Deməli, burada 4-dür. Sonra 6 olsa 2 buradan qalır. 96 6-ya bölünür. Bəli. Sonra 6-dan başqa 8 olsa əgər 72, 8, 96 bölündüyünə görə 8 ola bilər. 1 qalır. Yəni, burada ayları nəzərə götürürük. Baxın. Sonra 12, 16 ola bilərmi? 16 olmur. Yox, 72-dir burada, 74 deyil. 16-dırsa 72-yə görə olmur. 16 olmur. Yoxlayaq. Sonra 20-də olmur. 24, 72, 3 dəfə, 4 dəfə, 24. Sonra 72 ilə elə bir ki, biz baxırıq, qalıqlara da nəzər yetirik. 96-nın bölünəcəyi ədədləri. Sonra 24 bölünür. Yarısı 36-dır, bölünmür. Başqa nə qaldı? Deməli, bura qədərdir. Bunları hesablayacaq. 4, 6, 10. Bu da 30, 54. Bunun düzü hesablanması mənə şübhəli qaldı. Yəni, bütün ədədləri tapdıq mı biz? 72 və 96-da söhbət gedir. Bunların bölündüyü ədədlər 4 bölünür. 72 də 96-da bölünür 4-ə. Bəs 74 kimi olsa, oradan da qalıq qalır. 6-ya bölünürlər, bəli. 8-ə bölünürlər, 12-yə bölünürlər. Məncə hamısını tapdıq. Keçən növbəti 58. 58 natural bölənləri cəmi istəyir. İlk öncə düsturu yadımıza salaq. Natural bölənləri cəmi düsturu necə idi? S bərabərdir. A üstü M. M burada hardan gəlir? Tutaq ki, hər hansı bir natural ədəddir. Sadə vuruqlara ayıranda A üstü B, B üstü N, C üstü K alınır. Burada A üstü M-1 düstura görə. Burada da A-1 vurulsun. B üstü M+1 çıxılsın. B-1 və belə davam edir. C üstü K +1 çıxılsın 1 bölünsün C-1. İndi gəlin ədədlər üzərində baxaq. Birincidə 60-dan söhbət gedir. 60-ı sadə vuruqlara ayıranda 5, 5. Sadə vuruqları gördünüz. Yəni 60 bərabərdir. 200 kvadrata vurulsun 3, vurulsun 5. A-nın yerinə 2 yazacağıq. 2 minus +1. Bunlar plusdur. Unutmuşdum birincidə yazmaq. 2 +1 -1 bölünsün 2 -1 vurulsun. 3 üstü 1 +1 çıxılsın 1. 3 -1 vurulsun. 5 üstü 1 +1 çıxılsın 1. 5 çıxılsın 1. Əgər buraları köçürdünüzsə, yəni düsturu da bildiniz. Bunları pozuram.
yuxarıdan davam edəcəm ki, aşağıda qarışıqlıq olmasın. Bizim düsturumuz belə alındı. Yəni misalımız belə alındı. Bərabərdir. 2 üstü 2 üstə gəl 1. 2-nin üstü 3. Minus 1. Aşağı 1'dir. Yuxarıda 3'ün kvadratı minus 1. Aşağıda 2'dir. Burada 5'in kvadratı minus 1. Ve aşağıda 4'dür. Bərabərdir. 2 üstü 3 8. 8'den 1 çıxanda 7. 9'dan 1 çıxanda 8. 25'ten 1 çıxanda 24. O da bölünsün 4. Burada 4 qalacaq. Burada 6 qalacaq. 7 vurulsun 4 vurulsun 6. 7'ni 6'ya vuranda 42. 42'ni de 4'e vuranda 168. Burada cevabımız olacaq 168. İndi isə keçək. Digərinə baxaq. Digər 90'dır. 90'a baxacağıq indi uşaqlar. 90'ı sadə vuruqlara ayıranda 90'ı sadə vuruqlara ayıranda 2, 45, 3, 15, 3, 5, 5. Yəni ki 90 bərabərdir. 2 vurulsun 3'ün kvadratı vurulsun 5. İndi buradan S'i tətbiq eləyək. S bərabərdir. 2'nin üzərində 1 üstə gəl 1 çıxılsın 1. 2 minus 1 məxrəcdə vurulsun. 2 üstə gəl 1 çıxılsın 1. 3 çıxılsın 1 vurulsun. 5'in üzərində 1 üstə gəl 1 çıxılsın 1. 5 çıxılsın 1. Bərabərdir. 2'nin kvadratı çıxılsın 1. 4'dən 1 çıxanda 3. 3'ün kvadratı 9 çıxılsın 1. 8 aşağıdakı 4. Bayaqki kimi ixtisar apardım. Burada da 5'in kvadratını çıxırsan 1. 24. 24'də 4'ə böləndə 6. 72. Burada cavab 72'dir. Davam edək. Sonra 3-cü. Üçüncüyə baxaq uşaqlar. Üçüncüdə 144. Bunu ayıraq sadə vuruqlara. 2, 72, 2, 36, 2, 18, 3, yox 2, 9, 3, 3. Deməli, 144 bərabərdir. 2 üstü 4 vurulsun 3 üstü 2. Belə. Deməli, burada nə olacaq? S bərabərdir. 2 üstü 4 üstə gəl 1 çıxılsın 1. 2 çıxılsın 1 vurulsun. 3'ün kvadratı üstə gəl 1 çıxılsın 1. 3 çıxılsın 1 bərabərdir. 2 üstü 5 32. 32'dən də 1 çıxanda 31 vurulsun. 3'ün üstü 3 27. 27'dən 1 çıxanda 26. 26'nı da 2'yə böləndə 13. 31'in 13'ə hasilini istəyir. Deməli 3, 9. Burada da 31. Deməli 403. Burada da cavab 403'dür. Yenə deyirəm, ola bilər hesablamalarda səhvlər olsun. Siz onu rəy bölməsinə bildirə bilərsiniz ki, mən araşdırım. Sonra baxırıq. Neçənciyə? Dördüncüyə. 440'a. 440'a ayıraq sadə vuruqlara. 440'ı 2'yə böləndə 220. Onu da 2'yə böləndə 110. 2'yə böləndə 55. 5'ə böləndə 11. 11, 1. 440 bərabərdir. 2 üstü 3 vurulsun 5 vurulsun 11. Bu da eləyir. S bərabərdir. 2 üstü 3 üstə gəl 1. Çıxılsın 1. 2 minus 1 vurulsun. 5 üstü 1 üstə gəl 1. Çıxılsın 1. 5 minus 1. Vurulsun. 11 üstü 1. Çıxılsın 1. 11 çıxılsın 1. Gəlin buradan davam eləyək. Deməli.
həllimizi. Deməli, burada 2 üstü 4 edir. 16, 16'dan 1, 15. 5'in kvadratı 25 edir. 1 çıxanda 24, 24 4'e 6. 11'in kvadratı 121 eləyir. 1 çıxanda 120, onu da ona böləndə 12. 15'i 6'ya vuranda 90, 90 vur 12, o da bərabərdir. 0, 8, 1 7'den 1080. 1080 alındı. 1080. Getdik digərlərinə baxmağa. Digərlər deyəndə ikisi qaldı. Bu ikisini də bitirək. Beşinci de 100. 104 vurulsun 25'ti. 2 üstü 2 vurulsun 5'in kvadratı. Beş üstü 2 üstü gel 1. 5 çıxılsın 1. Bərabərdir. 8'den 1. 7. 7 vurulsun. 25. Yok 125. 5 üstü 3'tü. 125. Ondan 1 çıxırıq. 124. 124'ü 4'e böləndə. 124'ü 4'e bölsək 31. Deməli 7 217'dir burada cavab. Yüzdə cavab 217. Keçirik növbətiyə. Növbəti 6-cıdır. Yetmiş 2'ni ayıraq. 2, 36, 2, 18, 2, 9, 3, 3. 72 bərabərdir. 2 üstü 3 vurulsun 3'ün kvadratı. S bərabərdir. 2 üstü 3 üstə gəl 1 çıxılsın 1. 2 minus 1 vurulsun 3'ün. Üstə gəl 1 çıxılsın 1. Minus 1. Deməli 2 üstü 4 16. 16'dan 1 çıxanda 15. 9'dan 1 çıxırıq 8. 8 2'ye 4. Burada cavab 60 edir. Niyə belə kiçik cavab alındı? Uşaqlar burada hardasa səhv oldu axı. Bölənləri cəmi deyəndə 72'dən kiçik olmalı deyil. Düzmü bölmüşük? İki üstü 4 16. Ondan da 1 15. 3'ün kubu 27'dir. 9 değil. 27'den de 1 çıxırıq. İnşallah 27'den de 1 çıxırıq. Olur 26. 26'yı 2'ye böləndə 13. 15'i 13'e vurmalıydıq. Necə olacaq? 15'i 13'e vuranda 45. Bu da 15. 195. Hə, bu ola bilər. 195. Bu qədər uşaqlar, növbəti həlləri də davam edəcəyim. 59 nömrəli tapşırığın həllinə baxaq. 59'da deyir ki, birincidə, 59'un birincisində 49973 ədədindən hansı ən kiçik natural ədəd çıxmaq lazımdır ki, fərq 12'yə bölünsün. 12'yə bölünməsi üçün bu ədəd 3'ə və 4'ə bölünməlidir. 3'ə bölünmə əlaməti rəqəmləri cəmidir. Rəqəmləri cəmi. Bu 3'ündür. 4'ə bölünmə əlaməti nədir? Son 2 rəqəm 0 və ya deməli 4'ə bölünəndirsə, bu 4'ə bölünən olacaq. Onda biz bu ədəd üzərində baxaq. Deməli, bundan elə bir ədəd çıxmalıyıq ki, son 2 rəqəm 4'ə bölünsün, rəqəmləri cəmi 3'ə bölünsün. Hər iki rəqəmlərin cəmliyək görək neçədir. Rəqəmlərin cəmliyəndə görəcəyik ki, burada rəqəmləri cəmi 4'ün üstünə 18 gələndə 22, 29, 32'dir. Burada rəqəmlər cəmi 4'ün üstünə 9, 13, 22, 29, bəli 32.
Onda bu 32-dən biz neçə çıxmalıyıq ki, bizdə 3-ə bölünən ədəd alınsın və sonda da belə deyək, son 2 rəqəmi də 4-ə bölünsün. Baxaq, 32-dən 3-ə bölünən 27 ola bilər rəqəmləri cəmindən. 5 çıxsaq, 73-dən 5 çıxsaq nə qalır? 73-dən 5 çıxsaq. Buradan 5 çıxacaqsa əgər 27 almağa buradan da 5 çıxmalıyıq. Olacaq 68, son rəqəmdən söhbət gedir. 68 də 4-ə bölünür. Ona görə də deməli biz burada son rəqəmdən neçə çıxmalıyıq? 4-ə bölünməsi alınsın deyə 5. Deməli ən kiçik natural ədəd burada neçədir? 5. İndi ikinciyə baxaq. 59-un ikincisində. 59-un ikincisində nə istəyir? İkincisində deyir ki, 3182 ədədindən hansı ədəd ən kiçik ədədə çıxmaq lazımdır ki, 15-ə bölünmə əlaməti. Necədir? 3-ə və 5-ə. 5-ə bölünməsi üçün sonu 0 və ya 5 ilə qutarmalıdır. 3-ə bölünməsi üçün isə rəqəmləri cəmi. Bu da birinci rəqəmlərin cəmliyək. Neçə oldu? 14. Eləmi? Sonundan 2 çıxsaq, görürük ki, ən kiçik ədəddən başlamalıyıq. 2 çıxsaq 12 bəli 3-ə bölünəcək. Tam bölünür. Həm də 3182-dən 2 çıxsaq, sonu da elə 0-dan qutaracaq. Deməli, bizə lazım olan cavab burada nə idi? 2-dir. Keçdik növbətiyə. Əbob əkobla bağlıdır. Bunu deyəsən elə şəkildə qarşılarına yazmaq olar. Ya şəkili yaxınlaşdıraraq baxaq. M və N qarşılıqlı sadə ədəd olarsa, qarşılıqlı sadə ədəd. İstəyirsiniz nümunə üzərində göstərim. Kimlər tərif bilirsə, tərif əsasında tapa bilər. Gəlin nümunə üzərində fikirləşək. Tutaq ki, qarşılıqlı kiçik ədədlər götürək ki, hesablamalarımız rahat olsun. Tutaq ki, 3 və 5-dir. M-imiz 3-dür. Əslində qaydalar var bunlar üçün, bilirsiniz. İndi qaydanı bilməyən uşaqlar üçün bu yolu istifadə edə bilərlər. 3 və 5 üçün əkob aydındır ki, görürsünüz 3-ü 5-ə vursaq əkob olar. Deməli, bunların əkobu bunların hasilidir. Yaxşı. Baxdıq, 3 və 5-dən danışmışdıq. Yadımızda saxladıq mı? Əbob nədir bunlara? 3 və 5-ə əbob 1 olacaq. Və 5-ə əbob 1 olacaq. Sonra bu bir ekrandan gəlir ki, necə olub bu? Bir dəqiqə bunu pozum. Burada qalması lazımdır. 1. Deməli, 3-də. İndi baxırıq. Əkob M-in. Əkobumuz M-in idi. Bilirik də M-in. Əbobumuz 1 idi. Cavab nə olacaq? M vurulsun N. Sonra baxaq 4-cüdə. Əkob M-in idi. Əbob da nədir? 1. M-ni də 1-ə böləndə nə eləyəcək? M vurulsun N. Sonra əbob M-in, əkob M-in. Əbobun əkoba bölünməsi, uşaqlar, əbobun yerinə 1 yaza bilərik, əkobun yerinə M vurulsun N. Sonra əkob M-in, əbobun da yerinə nədir? 1. Sonra əbob M-in uşaqlar neçə idi? 1 idi. Əkob M-in nə idi? M vurulsun N. 8-də əkob M-in nə idi? M vurulsun N. Çıxılsın. Yox, vurulsun 1. Əbobun M-inin yerinə 1-dir. Vurulsun 1, çıxılsın 1. Bu da o deməkdir ki, M-in çıxılsın 1 olacaq. Burada artıq yazılar qalıb. Onlar pozaq bizə mane olmasın. Sonra axırıncı qaldı. Axırıncı da nədir? Əbob M-in qarşısında yeri var. Əbob M-in neçə idi uşaqlar? 1 idi. Vurulsun M, vurulsun N. Çıxılsın 1. Bu da bərabər olacaq. Yenə M-in çıxılsın 1. M-N yaza bilərik. M vurulsun N kimi. Yəni, eyni şeydir.
bilirsiniz ki, bir veya bir neçə dəyişən olanda ifadədə, yəni vuruqdan söhbət gedir, hasildən. O vurma işarəsini yazmaya bilərik. Növbəti tapşırığımıza baxaq. Bura aydın oldu sizə yəqin ki. Keçək növbətiyə. Növbətidə baxırıq burada. Hə. M ədədi N ədədinin bölənirsə. Tutaq ki, M 3-dür, N 6-dır. Birinci M yazmışam, yadınızda saxlayın. M 3, lap belə yazım ki, qarışdırmayasınız. M-ə tutaq ki, 3 deyək, N-ə 6. M ədədi N. Əbob M-ində görürsünüz ki, M olacaq, 3 olacaq. Əçob isə M ədədi N ədədinin bölünəni artıq tərsinədir. Burada tərsinə götürəsiniz. Bura 6, bura 3 olsa yenə M olacaq. Sonra N ədədi M ədədinin böləni olarsa, bayaqki ifadədir uşaqlar. Bayaqki kimi M6 yenə N3. Heç də dəyişməyib. Sadəcə yerini dəyişiblər. Böləni sizi çaşdırmasın. Yenə M-dir. N ədədi M ədədinin bölünəni olarsa, birinciyə əsasəndir. Baxın. N ədədi M ədədinin bölünəni olarsa. N6 M3 olarsa deyir. Tərsinədir. Bax burada. N6 M3. Onda uşaqlar, burada olacaq nə? M. A ədədi B ədədinin böləni olarsa, əçob A ədədi B ədədinin böləni olarsa, əçob A ədədi B ədədinin böləni. Demək, bölünən burada B-dir. Üstə gəl, B üstə gəl, A alınacaq. Sonra A ədədi B ədədinin bölünəni olarsa, bunlar nümunələrlə ancaq göstərmək olur. A ədədi B ədədinin bölünəni. A-mız tutaq ki, 6-dır. B-miz neçədir? 3-dür. A ədədi B ədədini. Onda əçob görürsünüz ki, A alınmalıdır yuxarıda. Aşağıda nə alınmalıdır? B. Yəni bu ifadəyə əsasən tapmaq olur. B ədədi A ədədinin böləni olarsa, yenə eyni ifadədir. A6, B3. B burada olur bölən, A-dır. Yenə burada da eynidir. Bunlar çaşdırmaq üçün yerlərini dəyişirlər. Yəni B ədədi A ədədinin böləni. Bəli. Yenə A bölünsün B-dir. Burada biraz qarışıqlıq oldu. Siz də yazarkən çaşdıra bilər. Bunu rəngini dəyişəcəm. Hə. Sonra B ədədi A ədədinin bölünəni olarsa, artıq burada fərqlidir. Baxın. Burada B6 A3 olarsa deyir. Əçob B minus A alınacaq. A ədədi B ədədinin böləni olarsa, A'mız 3-dür, B olar, bölən olarsa, B'miz 6-dır. Burada olacaq 3 deyəndə ki 3A'dır. A minus B. Sonra həm 9-a, həm siz yəqin ki bunu başa düşdünüz də, eləmi? Bəlkə yaxınlaşdırım son kəs baxmaq üçün sizə. Necə alınıb. Bu üstə gələkdir. Bu da 3-dür. Yaxşı. Baxaq. 62-yə. Həm 9-a, həm də 5-ə bölünən ədədlər. 5-ə bölünmə əlaməti sonu 0 və ya 5 ilə qutaranlardır. Bir də hamısı 0 və 5 ilə qutarır. Ona görə hamısı aiddir. Onda biz 5-ə bölünmə əlamətini kənara qoyuruq. 9-a bölünmə əlamətinə görə tapırıq. 9-a bölünmə əlaməti necədir uşaqlar? Rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Gəlin cəmləyək. 6, 3. Birincidə. 6 üstə gəl, 3 üstə gəl, 4 üstə gəl, 5. Neçə eləyir? 9, 9 üstə 4, 13, 18. Aydındır ki, 18 nə eləyir? 9-a bölünür. Bu aiddir. İkinci. 9 üstə gəl, 2, üstə gəl, 4, üstə gəl, 3 bərabərdir. 18. Bu da bölünür. Üçüncü. 3 üstə gəl, 4 üstə gəl, 5 üstə gəl, 5. 17. Bu bölünmür. Dördüncü. 2 üstə gəl, 7 üstə gəl, 8 üstə gəl, 5 üstə gəl, 5. 10. 25, 27. Beşinci. 3 üstə gəl, 2 üstə gəl, 4 üstə gəl, 8.
5, 9, 17. Bu da bölünmür. 6. 1 üstə gəl 3 üstə gəl 7 üstə gəl 5 üstə gəl 5. Deməli 11, 21 bölünür. 6-cı bölündü, hə? 6-cı bölündü. Sonra 7-ci 2 üstə gəl 6 üstə gəl 3 üstə gəl 2 üstə gəl 5. 7-ci 8, 11, 18 bölündü. 8-ci 8 üstə gəl 4 üstə gəl 7 üstə gəl 3 üstə gəl 5. 12, 19, 22, 27 bölündü. Uşaqlar bölündü bu da. Yəqin ki, hesablamalarda səhv yoxdur. Təkrar özünüz baxarsınız. Növbəti videomda səhifə 15-də davam edəcəyim.